Salam əziz izləyicilər. Xoş gördük hər birinizi. Bu gözəl məkanda, möhtəşəm məkan hardadır? Təxminən 1550 metr yuxarıda yolun kənarı, gizli cənnət babura deyirlər. Yolun kənarı, suyu, qazı, interneti, bütün kommunalları yerində olan bir torpaq. Sənədlə 12 sot, ümumi isə 25-26 sotdur bura. Məkan Baskal və Tağlabiyan zonasıdır. Qiymət yüksək görünə bilər. Amma burada torpaqların qiymətləri bax bu qiymət civarındadır. Çox möhtəşəm panoraması var. Panoraması necədir? Şamaxını da görürsünüz. Ağsuda, İsmailli da hamısı ayağınızın altındadır. Buralardan torpaq tapmaq çox çətin olur. Demək o ki, satış yoxdur buralarda torpaq. Bu həyətdə yarımtikildə var. İmkanı olmadığına görə buranı satışa çıxarır. Burada nələr etmək olmaz ki? Hər bir şey. Yolun kənarı olduğuna görə potensial nədir? Müəyyən bir müddətdən sonra turizm zonası olduğuna görə buradan planlara əsasən kanat qoyulacaq Şamaxıya. Həmən yolun kənarındadır bura. Ondan sonra burada istəsən biznes kimi qarşıda tik, istəyirsən evin olsun, hər bir şeydə 25 sot yerdir də, nə istəyirsən elə. Bu evdə evi bir çək, tamamlayarıq onu. Bir dənə orada o döşü çək, bax deyirəm. Tam yolun kənarı. Kənarından 3-5 metr kənarda da belə deyək. Gözəl proyektiniz varsa, bu torpağın qiyməti direktdə deyərik. Amma yəni o torpağa zəbti ilə bərabər verməyə dəyər. Çünki belə bir məkan